Hamıya salam, necəsiz qızlar? Deyirəm görəsən bu qızı tanıyan olacaq. Mənəm Gülnar, qayıdıram deyəsən YouTube-a. Martdan bəri cəmi bir dəfə, o da 3 ay öncə, hətta 4 ay öncə bir vlog paylaşmışam. Aylardır yoxam burada. Səbəb falan, onları başqa vaxt danışaram. Sadəcə olaraq indi qısa biraz danışıb videolar keçəcəm qızlar. Və bu günləri qərar verdim ki, oktyabrın 27-si, dedim niyə ki də əlimdə olan videoları montaj eləməyim və ilk addımımı bugündən başlayacağam. Əlimdə əslində çoxlu videolar var. Hətta elə mart ayından bəri nə çəkmişəmsə hamısı durur. Onları çalışacağam bir montaj eləməyə. Nə bilim, bilmirəm nə qədər doğru olar martdan olan videoları, yay videoları falan. Onları vlog eləyib paylaşmağın nə qədər bir anlamı olar, sizlər üçün maraqlı olar, bilmirəm. Amma yenə də izləmək istəsəniz mən paylaşaram onları. Və söz vermək istəmirəm, amma həqiqətən çox istəyirəm YouTube-a qayıtmaq. Çox qəribə, YouTube-a qarşı belə bir darıxma hissi yarandı məndə. Və illərdir ki, mən YouTube-dayam. Deyirəm, haqsızlıq etməyim də, həm özümə qarşı, həm məni izləyən xanımlara qarşı. Çünki artıq 7 ildən çoxdur da YouTube-dayam. Çalışacağım bugündən YouTube-a qarşı daha diqqətli yanaşım. Mən son vaxtlar Instagramda daha çox aktivəm. Məni oradan da yəqin ki izləyərsiniz. Amma yenə də dediyim kimi çalışacağım YouTube-a qarşı daha məsuliyyətli yanaşım. YouTube-a deyərkən əlbəttə ki sizlərə qarşı. Burada o qədər doğmalaşan izləyicilərim var ki, heç onları görməmişəm, amma o qədər hər dəfə aktiv olduqlarına görə, hər dəfə rəy yazanda artıq onları, o profilləri yadda saxlayıram və o qədər içdən belə qəşəng səmimi sözlər yazırlar. Sanki bir ki, onlar üçün də xüsusi darıxmışam ki, ayda bunlar mənə axı belə qəşəng sözlər yazırlar da, mən niyə görə yoxam, bunu dəyərləndirmirəm. Dediyim kimi qısa danışacağım, amma çoxlu söhbətlər eləmək istəyirəm qızlar sizlərlə. Zamanla bunu eləyərik. İndi mənim əlimdə videolar var, hansı ki yəqin arxa fondan tam heç nə tuta bilməyəcəksiniz. Çünki digər evimin tam da olaraq dizayna bənzəyir. Mən sizi yeni evdən salamladım, mən sizdən yeni evdən danışıram. Amma videolarımda bu videonu başa salacağım. Bundan sonra gələn videolar isə avqustun neçəsi, deyəsən 29-umu, 30-umu başlamışam. Həmin o hissədən başlamışam. Necə o evdən çıxdım, necə bu evə daşındım, o evi necə satmağımı falan, onları başqa vaxt videoda danışaram. Və ad günlər hamısını belə ard-arda paylaşacağım. Sizlərdən sadəcə olaraq mənə dəstək olmağınızı gözləyirəm. Xoş sözlərinizi gözləyirəm. Mən bu arada yatmışdım. İnanırsınız, neçə saatdır yatıram. Yeyirəm, yatıram, yeyirəm. Çox tənbəl bir günüm keçib bu günləri. Və o qədər sakitçilikdir, beynim dincəlir də. Deyirəm, ayda nə yaxşıdır da sakitçilik. Dünənləri bütün gün şəhərdə olmuşam, nə bilim, neçə gündür belə özümü yoruram. Amma bugün qəşəng dincəlmişəm. Və qızlar, neçə dəqiqədə danışıram? 4 dəqiqə, hə. İndi bu videonun montajını da tamamlayıb paylaşacağım. Yəqin ki, artıq saat 4-dür, 5-dir, heç bilmirəm. Yəqin ki, axşamla 8-ə kimi hazır olsa çox əla olar da. Sizlərə xəbər etmədən paylaşacağım. Adətən həmişə nəsə öncədən şəkil paylaşıram və bildirirəm ki, bugünləri vlog olacaq. Amma bugünləri sizin üçün bir dənə sürpriz olacaq. Gözləmədiyiniz halda mən bugündən paylaşımlara başlayıram. Ümumiyyətlə neçə ayda deyirdim ki, oktyabrdan, hətta deyirdim ki, məktəb başlayandan sonra. O da özümü bugünləri çox məcbur elədim ki, sən niyə beləsən də? Niyə belə tənbəllik edirsən? Amma sizlərdən bu tənbəlliyimin necə deyərlər,
xilas edin də məni bu tənbəllikdən. Qəşəng sözlər yazsaz həqiqətən həvəslənəcəm. Adam var ki, onu pisdirsən, o daha da həvəslənir. Deyir ki, yox, göstərir sübut amma elə deyiləm. Mən tərifliyim ancaq. Belə qızlar, özünüzə yaxşı baxın. İndi keçirik avqust ayına. Öpürəm sizləri. Mənə abunə olmağı unutmayın. Gələn vlogda yenə də görüşərik. Kızlar, yeni evdən sizləri salamlayıram. Hətta ilk sizi salamlayıram. Mən gəldim, yerləşdim. Veşlər də hamısı gətirildi. Sabahınız xeyir. Mən səhər 7-dən durmuşam. Nə qədər iş görmüşəm. Yəni bir gün içində bu qədər veşi boşaltmaq, yerbəyer eləmək. Hələ o biri evdə də nə qədər iş görmüşəm. Ümumiyyətlə neçə gündür dayanmıram da. İndi düşəcəm marketə. Əsl bazarlıq hələ eləmirəm. Onun çünki gücüm yoxdur. Ona görə istəyirəm rahat vaxt eləyəm. Amma ki, indi düşəcəm yumurta zad almaq istəyirəm. Biraz protein gücüm qalxsın. Mən hələ də evə bazarlıq eləməmişəm. Sushi sifariş elədim. Həm acam, çox acam, həm də ürəyim sushi istədim. Yiyim və bir də burada böyle çəkiliş eləmək istəyirəm. Nə qədər orada əşyalar. İradənin bu günləri ad günüdür. Ad günüsüdür. Təbrik edirəm. Böyük qız olsun. Qəşəng bir dənə restoran tapmışıq. Deyəsən təzə açılıb bura. Restoranıdır. 5-6 ay olar, hə. Çox gözəl restorandır. Hətta mən də öz ad günümü bu restoranda qeyd eləməyi düşünürəm. Qəşəng kabinetdir. Yeməklərimiz də gəlir. Sezar salatımız. Ben gördüm, xəbərin oldu. Ya bilmirəm. Çəkir. Tortu mən seçmişəm. Karamelli tort. Mən almamışam ha. Mən seçmişəm. Mən sizə indi İradənin hədiyyələrini göstərəcəm. Belə bir buket. Sizlərə göstərim. Deməli, mən İradəyə nə almışam? İradə təzə maşın aldığı üçün ona belə bir termos aldım. Və bir də bu sumkanı almışam. Kстати, qızı da Almanyaya girəndə bir dənə belə bir rəngdə balaca bir sumka aldım. Ən gözəl hədiyyə üçün düşünürəm seçimdir. Mən vlog çəkirəm. YouTube üçün. Belə də olur, belə də olur. Belə bir sumka. Bundan bir dənə də özümə də alacağım. Çox bəyəndim bu sumkanı. Daha da özümü göstərdim. Dedim hansı rəngi istəyirsiniz sənin üçün götürüm. Çox gözəldir. Bunlardan da biri eyni firmanın Janet Johnson. Belə mini sumkasını aldılar. Bunun da kəməri var. Yekə həm klassik, həm də ki sport stilində. Çok qəşəngdir bu da. Bir də budur. Əsas budur. Artıq qırılmalar yoxdur deyə saçım tez uzanacaq. Bu arada ad günümüz də bitir. Gedirik evə. Gedim Mərvanı götürüm. Mərva Babulyanın yanındadır. İradənin nənəsinin yanına qoymuşam. İradənin oğlu da orada da oynayırlar. Biz də gedirik evə. Çox qəşəngdir burada. İndi sizi də özümlə aparacağım ofis evə. Taksim çatıb.
Yadımdan çıxmışdı, bu korobka qalmışdı evdə. Bunların içində də korobkalar var, yekə kloklar var. Və mən bunlarsız hara gedirdim bilmirəm. Çünki mənə olduqca çox lazımdır yekə korobkalar. Çox qəribə hisslər keçirirəm. Və hələ yenə də zaten gəlib gedəcəm bu evə. Sadəcə olaraq bir 20 gündür ki, gəlmirəm. Qızlar, bu servisimi yığdım bura. Bunları da yerləşdirərəm ki, orada bir dənə belə çaynik kimi bir şey qalıb. Ev işi gündədir. Burada da Mehdi bir ara qalırdı burada, çünki o birisi ev çox pis gündəydi. Bunu o alıb, oturub indi. Çaynik də yoxdur ki, çay içim. Əslində var çaynik, yekə mənim dəmirdən olan çaynikim var. O da ki, bir də su doldur elə istəmirəm. Neyse, bunları boş-boşuna yiyəcəm indi. Bu mənim babamdan qalmadı. Bunları hələ ki buraya yerləşdirdim. Qızlar, sizə nə göstərim? Deməli, bunu mənim anam almışdı. Divara vurmuşdu anam bunu. Burada yeri də var. Mən həmişə divardan buna baxırdım, mənə maraqlı gəlirdi. Qonşuda bir qız var. Onun başına ilə aldatmışdım ki, deyirdim ki, bu gecələr bu güllər adam olurlar, güllərin gözləri olur, ağızları, burunları olur. Bunlar danışırlar. Qız da bir də inanmışdı ki, bu anamın tort qapısıydı. Aynen, həmişə anam bunda ballı tort pişirirdi. Necə səliqənlə hamısını işlədi bir altı. Bunu son mənə verdi. Bu əslində işlədə bilərəm. Çox gözəldir də, yəni. Bunlar da ki, meyvə qablarıdır. Burada əsas bir qab var. Çox bahalı qabdır, antikdir. Bundan 2 ədəddir. Biri orada, biri də bu. Bunun qəşəng qiyməti var. İngiltərənindir. Nə var burada? Kızlar, İradənin çardağı deyilir. Çardaq yox, padval. Kızlar, İradənin padvalındayım. Qalan nə veşlər var idi, hamısını gətirdim, buraya yığdım. Burada hamısı da satlasıdır. Vaxt eləyib satacağım bunları. Bu da servisdir. Yəni dəhşətdir bir sözlə. Nə qədər yük var imiş. Son bu da. Işığı söndürüm. Dağdan yandırdır. İradə gildə heç kim yoxdur. Hamısı işdə gücdə. Mehdi də işdən çıxan kimi dedim, gəl mənə köməklə. Bunu da ikimiz götürdük. Oradan tapdıq belə turşu. Buradan partladı. Və veşlərin yarısı da buradadır. Tak. Güzel. Burada da qəşəm çiyələ mürəbbəsi zat var idi. Daha götürmədim. Bugün bəsdə bir dənəsi. Sabahınız xeyir. Ev bugündədir. Mən indi birazdan Adgünəyə gedirəm. Deməli, axşam Saranın, kosmetoloqum, Saranın uşaqlığının ad günüsüdür. Amma ad üstündə uşaq ad günüsüdür. Qızlar olacaq.
və hamımız ağappaq geyinəcəyik. Və mən bu qədər işim ola düşünürəm ki, mütləq ki, mən də istirahət eləməliyəm, biraz beynim açılsın. Nə gündəyəm, saçım zaten pis gündədir, birazdan qəşəng çiməcəm. Əslində biraz evləri təmizləmək istəyirəm. Ondan sonra biraz baxım və hazırlaşacağım. Artıq saat 11-ə işləyir. Ad günü Mərdəkanda, Qoşaqaladadır. Gərək tez çıxmalıyam, çünki saat 5-də orada olmalıyam. 5-6-nın yarısı və artıq biraz evi təmizləyim, biraz bir şey yeyim. Çünki mənim hazırlaşmağım yəqin ki, 2 saat, 3 saat çəkəcək. Mən artıq hazıram. Neçə saatdır bir qəşəng hazırlaşıram, rahat, çindim, saçımı ukladka elədim, makyajımı, bədən baxımı, üz baxımı, hər şey rahatlıqla çatdırdım. İndi gedirəm Arzumla zaqar yağı götürəcəm, çünki sabahları biz Mehdi ilə gedirik zaqar almağa və bir də bir kofta var mağazadan, basa-basa gedib onu da götürürəm. Bugün götürməliyəm, bütün satılıb eləyər. Ürəyim rahat olsun getdiyim yerdə. Belə, mən artıq hazıram, taksini gözləyirəm. Taksində 2-3 dəqiqəyə çatır. Nə geyindiyimi də göstərim. Bu ayaqqabılarımı təzə almışam. Və ilk dəfədir ki, geyinirəm. Çox xoşuma gəldi. Rahatdır həm də. Çox rahatdır da. Və sumkamı da göstərim. Mən çatdım. Bir isti var. Yəni əriyirdim də orada. Amma makyajım qəşəng qalıb. Yolda gələndə də 2 də mağazaya girdim. Nətərdə çatdırdım hər şeyi. Qızıl əydi. İndi sən tut onu. Biz bolluca şəkillər çəkmişik. Gülnar, sən çalış, bol vloglar çək. Həvəsləndir məni. Hə, mən səni həmişə həvəsləndirəm, amma sən nəsə reelsdən Necə həvəsləndirsə keçdim Instagrama. Mən həmişə deyirəm ki, vlogları çox çək. Son zamanlar mən özümdə az çəkirəm əslində, amma bu düz deyil də. İzləyici əsas hardan gəlir? Videolardan. Varlığınla sevin. Spasibo. Simbolik və gözəl. Yenə nəsə deyirəm. Hamıya gül verirəm. Dur, arxaya bax. Yeməyin ən dadlı yeri gəldi, kebab. Basıb yeyirik. Lülə qəşəngdir, hə? Burada hər şey dadlıdır. Çox qəşəngdir bu. Çörək var idi, hanım? Verim. Mənə də verim. Bir işte. So